Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətdiyi üçün təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş hadisələr zamanı zərər çəkənlər, habelə zərər çəkmişlərin hüquqi varisləri ifadə verdilər. Zərər çəkmiş Rəşad Qəmbərlinin hüquqi varisi qismində ifadə verən Əlizamin Qəmbərov dedi ki, övladı Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi geniş miqyaslı təxribatlar nəticəsində həlak olub. Zərər çəkmiş Səid Həsənovun hüquqi varisi Sarabala Həsənov da ifadə verdi ki, onun övladı da düşmənin odlu silahdan açdığı atəş nəticəsində həlak olub. Zərər çəkmiş İnqilab Qasımzadənin hüquqi varisi qismində dindirilən Füzuli Qasımzadə baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda bildirdi ki, onun övladı Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olub. Zərər çəkmiş Tural Cahangirovun hüquqi varisi İlahə Eyvazova da ifadə verdi ki, həyat yoldaşı qızının doğum günündə Kəlbəcərdə düşmənin açdığı atəşlər nəticəsində həlak olub. Zərər çəkən Zahir Əliyevin hüquqi varisi qismində tanınaraq ifadə verən Aynur Mürsəlovanın həyat yoldaşı da Kəlbəcərdə həlak olub. Zərər çəkən Hüseyn Babayev isə Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Ağdam rayonuna atdığı mərminin yaxınlığına düşərək partlaması nəticəsində sol qulaq və boyun nahiyəsindən xəsarətlər alıb. Məhkəmədə ifadə verən Əskər Dövlətov düşmənin törətdiyi geniş miqyaslı təxribat nəticəsində yaralanıb. Zərər çəkmiş bildirdi ki, həmin gün Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəşlər nəticəsində onunla bərabər Ayxan Kərimli, Musa Orucov və Yusif Məcidli müxtəlif bədən xəsarətləri alıb. Bir neçə nəfər isə həlak olub. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda dedi ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədərək ərazilərimizə müxtəlif silahlardan atəşlər açıb. Zərər çəkən Sübhan Qardaşxanov, Rövşən Xəlilov, Nicat Qasımov da Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər. Sübhan Qardaşxanov ifadə verdi ki, düşmənin Ağdam istiqamətində atdığı mərminin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb. Hadisə nəticəsində yanında olan bir neçə nəfər həlak olub. Rövşən Xəlilov baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavab olaraq qeyd etdi ki, o, düşmənin snayperdən açdığı atəş nəticəsində güllə yarası, həmçinin atdığı artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nicat Qasımov isə Xocavənd rayonunun ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin partlaması nəticəsində yaralanıb. Həmin vaxt zərər çəkmişin yanında olan Zamin Abbasov və Qərib Qasımov isə düşmənin açdığı snayper atəşləri nəticəsində həlak olub. Zərər çəkən Ayaz Həsənli də düşmənin təxribatları zamanı yaralanıb. Dedi ki, hadisə zamanı onunla bərabər bir neçə şəxs yaralanıb. Zərər çəkənlər Ceyhun Hüseynov, Tural Zeynalov, Şahin Əhmədov, Zeynal Cəbrayılov, Mehdi Yusifov, Rəsul Feyzullayev isə Zəngilan rayonu istiqamətində düşmən təxribatı nəticəsində yaralanıblar. Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavabda zərər çəkmiş şəxslər bildirdilər ki, Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri intensiv şəkildə ərazilərimizdə geniş miqyaslı təxribatlar törədiblər. Ceyhun Hüseynov dedi ki, o, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı əl qumbarasının partlaması nəticəsində yaralanıb. Həmin vaxt yaxınlığında olan Fərid Rüstəmov həlak olub. Həmçinin Təbriz Ramazanov, Fərid Məmmədov və Saleh Həsənov müxtəlif növ bədən xəsarətləri alıb. Tural Zeynalov isə bildirdi ki, hadisə zamanı Elşən Babazadə həlak olub, onunla bərabər bir neçə nəfər yaralanıb. Zərər çəkən Şahin Əhmədov da ifadə verdi ki, düşmənin açdığı atəşlər nəticəsində Fərid Mehballı, Təbriz Rəhimov, Nahid Məmmədov həlak olub. Eyni zamanda o və daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zərər çəkən Təbriz Abuşov ifadə verdi ki, Xocavənd istiqamətində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində güllə yarası xəsarəti alıb. Zərər çəkən İlham İsrailov isə Ağdam istiqamətində yaralanıb. İfadə verdi ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarətlər alıb. Hadisə zamanı yanında olan Rəşad Vəlizadə həlak olub. Sahib İsmailov isə xəsarət alıb. Zərər çəkən Namiq Əliyev isə Ağdərə istiqamətində düşmənin atdığı artilleriya mərmilərinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Dedi ki, hadisə zamanı yanında olmuş Asəf Musayev, Radim Qaraxanov müxtəlif xəsarətlər alıb. Əlibəy Əlibəyov, Vüsal Rüstəmov, Elvin Əliyev, Vəliyullah Əliyev isə həlak olub.
Zərər çəkən Atalı Soltanəli də düşmənin geniş miqyaslı təxribatının nəticəsində Ağdərə istiqamətində yaralanıb. Baş prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda dedi ki, hadisə zamanı yanında olan şəxslər həlak olub. İclasda zərər çəkmişlərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrinin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzduluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.